Həftəlik bürclər, qoçlar, şirlər, oxatanlar, od ünsürlərini 20 iyuldan 27 iyula doğru nələr gözləyir? Birinci qoçlardan başlasaq, qoçlar bu həftə bilirsiniz necə? Ya beyin düşüncələriniz qarışıqdır, ya da heç nəyi düzgün analiz edə bilmirsiniz. Yəni adi bir misal üçün ağı qara vəziyyətdə görürsünüzsə, demək sizin düşüncələrinizdə, fikirlərinizdə ciddi bir şəkildə problemlər və yarımçıqlıqlar var. Çünki gedişat olaraq, şəxsiyyət olaraq yarımçıq vəziyyətdəsiniz. Qorxularınız çoxdur, gizlilikləriniz çoxdur. Daim elə bir nəyinsə problem olacağını, nəyinsə yarımçıq olacağını özünüzü aktivləşdirə bilməyəcəyiniz bir formada görsəniz. Bilmirəm niyə bu qədər narahatsınız, niyə bu qədər dəngəsiz bir vəziyyətdə qalmısınız, amma enerjiləriniz stabil vəziyyətdə deyil. Çünki qorxularınız, qərarsızlıqlarınız normal gedişatı bir problemə çevirəcək bir beyindəsiniz. Psixolojik olaraq müalicə alın, ya da ki, bacarırsınızsa mühitinizi, yerinizi bir müddət dəyişin. Düşüncə, fikirlərinizi düzəltməyə çalışın. Çünki qərarsızlığınız, narahatçılığınız, hər şeyə qarşı güvənsizliyiniz, parçalanma, aqressiyavınız o qədər normadan çoxdur ki, yəni özünüzü düzəltməkdə, özünüzü dəngələşdirməkdə problem olacaq və hər şeydə problemə doğru aparacaqsınız. Qadınlar, qadın qoç olan qadınlar daha çox güvənsizlik, daha çox şübhə çərçivəsində olacaqsınız və özünüzü yeniləyə bilməyəcəksiniz, özünüzü boşluqda saxlayacaqsınız. Ailə ilə, maddiyyatla bağlı dəngəsiz idarə olacaq, boşluğa düşəcəksiniz. Həftənin sonlarına doğru hamıdan elə bir soyuyacaqsınız. Hamıdan uzaqlaşmış bir vəziyyətdə sanki özünüzlə tamamlana bilməyəcəksiniz. Danışıq olaraq, düşüncə olaraq bəzi problemləriniz olacaq qoçlar. Bunları düzəltməlisiniz. Ümumi dəyərləndirsək həftəlik olaraq qoç bürcləri 64-65%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Niyə bu qədər qorxu var? Niyə bədən narahatdır? Niyə negativiz özünüzə bu qədər çəkirsiniz? Bilmirəm, amma özünüzü düzəltməlisiniz. Şir bürclərinə gələndə isə şir bürcləri yatmış bir vulkansız. Sakit gedirsiniz. Birdən partlama zamanınız olacaq. Buna çox ehtiyatla fikir verməlisiniz. Bu həftə əsəbiyyətiniz, sözünüzün hötkəmliyi, zamana doğru özünüzü ağıllı müdrik göstərmək üçün çox gözəl şanslar var. Öz qüdrətinizi, öz gücünüzü göstərə biləcək qüvvədəsiniz. Bacardığınız formada, belə deyim də, ətrafınızda elə güclü insanlar yığacaqsınız ki, bu həftə hamı sizə heyran olacaq. Hamı sizi necə idarə edəcəyini, necə gücləndirəcəyini, necə dəyər verəcəyini tam stabil olaraq düşünə bilməyəcək. Bacardığınız qədər bir balaca problem zamanı düzgün idarə etməyinizdir. Zamanı düzgün idarə etsəz, qadın şir bürcləri, kişi şir bürcləri qüdrət, məntiq, ağıl, emosionallıq gücləndirə bilərsiniz. Qısqanclığı bir balaca belə şir bürcləri düzdür, çox da qısqancı olmurlar, amma hansısa bir məqamda ola bilər. Qısqanclıqlarınız, müqayisəviz, zamanla əlaqədar bir balaca problemləriniz var. Bunun qabağını ala bilsəz, bu həftə çox gözəl pulla əlaqədar şanslarınız gələcək. Maddisal qüvvənizi aktivləşdirə bilərsiniz. Buna fikir verməlisiniz. Ən çox da ayın 24-nə qədər şans qapı sizin yanınızdadır. Ümumi dəyərləndirsək 81%-ə qədər şirlər həftəniz uğurludur. Oxatanlar isə keçmişdən bütün yarımçıq problemlərinizi həll edəcəksiniz. Bugünə qədər nə plan qururdunuz, onları həll edə bilmirdiniz. Oxatanlar bu həftə onları həll edəcəksiniz. Pul olaraq, maddiyyat olaraq keçmişdən olan yarımçıq bütün problemlərinizin hamısını stabil şəkildə, hər daşı öz yerinə oturtacaqsınız və öz qüdrətinizi göstərəcəksiniz. Oxatan bürcləri qadınlar, hamiləlik, övladla bağlı problemləriniz varsa, bu həftə onları həll edə bilərsiniz. Bədən olaraq, hamiləlik olaraq özünüzü gücləndirə bilərsiniz. Zaman idarəsi sizsiz, güc sizsiz. Hər kəsə mən bacara bilərəm, mən edə bilərəm kimi hər kəsə öz gücünüzü göstərmə qüvvəsindəsiniz və gözəl bu həftə elə bir xəbərlər alacaq ki, sizi gücləndirəcək və öz güvəninizi, öz idarənizi, insanların sizə doğru heyranlığını aktivləşdirəcəksiniz. Pis həftə deyil, bəli, həftənizi uğurlu edəcəksiniz və ən əsası keçmişin dalğasını dayandırıb gələcəyinizi tam aktiv vəziyyətdə aparmağı bacaracaqsınız və bunu 88-90%-ə qədər bunu edə biləcəksiniz. Oxatan bürcləri.